Diqqət, qaşıq-qaşıq ləzzətli zəhər. 2018-ci ildə Avropa Birliyində palma yağı olan qidaların etiketində bu haqda açıq yazılması barədə qanun çıxarılıb. Bunun ardınca Ferrero şirkətinin dünyaca məşhur Nutella markası kimi tərkibində palma yağı olan məhsullar rəflərdən yığışdırılıb. Bir çox şirkətlər Avropa bazarı üçün istehsal olunan məhsullarda palma yağından istifadə etməmək öhdəliyini öz üzərinə götürüb. Avropa Ərzaq Standartları Agentliyi 200 dərəcədən yüksək temperaturda qızdırılan palma yağının təhlükəli olduğunu açıqlayıb. Tədqiqatçıların 90% də bu fikirdədir. Onlar palma yağının müxtəlif xəstəliklərin baiskarı olduğundan əmindir. Türkiyəli professor Dr. Canan Karatay deyir ki, palma yağlarından istifadə zamanı trans yağlar yaranır və bunlar da xərçəng riskini 50 dəfə artırır. Trans yağların ən qorxunc xarakteri öz təsirini birbaşa və sürətlə deyil, yavaş-yavaş dolayı yollarla göstərməyindədir. Doktor Karatay palma yağının sahib olduğu trans yağların daha bir təhlükəsinin səbəbini də açıqlayıb. O, bu yağlarda yüksək doymuşluq qabiliyyətini xüsusi qeyd edir. Doymuş yağlar isə öz növbəsində qanda təzyiqin yüksəlməsinə, infarkta, iflicə, şizofreniyaya, daxili orqanların xərçənginə və qaraciyərin yağlanmasına aparan ən rahat və ən sürətli yoldur. Daha çox insanın videonu görməsi üçün paylaşmağınızı sizdən xahiş edirəm. Ümumdünya Səhiyyə Təşkilatı başda olmaqla bir çox sağlıq qurumları dəfələrlə palma yağının insan orqanizmi üçün yaratdığı risklərə diqqət çəkib. Lakin dünya iqtisadiyyatının nəhəngləri palma yağının işlədilməsinə dair heç bir məhdudiyyət tətbiq eləməyiblər. Əksinə, ilbəil açıqlanan statistikalar göstərir ki, palma yağı hazırda dünyanın ən çox istehlak edilən bitki yağıdır. Dünya üzrə bu göstərici bir ildə 50 milyon ton civarındadır. Məlumat üçün bildirək ki, palma yağı, margarin, şirniyyat məhsulları, hazır yeməklər, şokolad və bir sıra kosmetik vasitələrin istehsalında istifadə olunur. Azərbaycan da palma yağından geniş istifadə edən ölkələr siyasındadır. Yağ və şirniyyat məhsulları istehsalçıları qətiyyətlə palma yağından istifadə etmədiklərini vurğuluyurlar. O zaman belə bir sual ortaya çıxır. Ölkəyə ixal olunan bu qədər palma yağı hara gedir və ya hansı məqsədlə istifadə olunur? İkinci maraqlı məqam odur ki, Azərbaycana palma yağı ixalı 2015-ci ildən sürətlə artmağa başlayıb. Belə ki, 2014-cü ildə rəqəmlər 47,6 min tonu göstərirdisə, bir il sonra qarşımıza 58 min ton palma yağı ixalı çıxır və diqqət yetirilərsə, ikinci bir paralellik 2015-ci ildə kərə yağlarının qiymətindəki qəfil artım idi. Palma yağının ərimə temperaturu bədən temperaturundan yüksək olduğundan orqanizm tərəfindən mənimsənilmir və tullantı şəklində toplanır. Nəticədə müxtəlif bədxəstəlik şişlərin yaranmasını gətirib çıxarır. Ola bilər ki, Azərbaycanda son illərdə müşahidə edilən həzm sistemi və daxili orqanların xərçəngi xəstəliklərinin artımı məhz palma yağı ilə bağlıdır. Palma yağı haqqında daha nələri bilməliyik deyə narahatlığınız varsa, buyurun dinləyin. Supermarketlərdə rəflərə düzülən məhsulların ən az 70%-nin tərkibində bu yağ var. Söhbət təkcə qida və ya şirniyyat məhsullarından getmir. Təmizləyici və yuyucu vasitələrin də tərkibi palma yağından kəsat deyil. Bu məlumat beynəlxalq qurumu olan Greenpeace-in açıqlamasında da yer alır. Uşaqların sevimlisi olan çipsi, suxari və şokoladların istehsalında palma yağı ana maddədir. Palma yağının istehsalı üzrə ən yüksək göstərici İndoneziya və Malayziyaya məxsusdur. Palma ağaclarının tarixi vətəni Qərbi Afrika sayılsa da, hazırki iqtisadi qurum onların Asiya, Cənubi Amerika və Şimali Amerikada yetişdirilməsinə səbəb olur. BMT-nin nəzdində fəaliyyət göstərən Ümumdünya Təbiəti Qoruma Vəqfi tərkibindəki palma yağının miqdarına görə dondurmaların, xörək bişirmək üçün istifadə edilən yağların qəlyanaltı üçün nəzərdə tutulan əksər hazır yeməklərin öndə gəldiyini vurğuluyur. Palma yağının öz təbii rəngi qırmızıdır, kəskin qoxuya malikdir. Onun rəngini dəyişmək və malik olduğu qoxunu yox etmək üçün yüksək temperaturda rafinə edilir. Beləcə, palma yağı özü bir yana qalsın, onun istehsal prosesi də təbiətə ziyan vurur. İstehsal müəssisəsi yerləşən ərazilərdə iqlim dəyişikliyi yaranır, hava kirlənir, torpaq eroziyaya uğrayır. Greenpeace-in diqqət çəkməyə çalışdığı daha bir məqam isə palma yağı əldə etmək üçün
təbiətin qurban verilməsidir. Belə ki, son açıqlamalara görə İndoneziyadakı yağış meşələri kəsilərək yerlərində palmalar əkilir. Təkcə 2015-ci ildə bu ölkədə 2 milyon hektar meşə yox olub. Yerində isə palmalar boyatmağa başlayıb. Daha bir şok edici rəqəm isə Ümumdünya Təbiəti Qoruma Vəqfi tərəfindən açıqlanıb. Bir saat ərzində 300 futbol arenası böyüklüyündə yağış meşəsi sırf palma yağı istehsalı üçün yoxa çıxır. Sonda bu məlumatı da diqqətinizə çatdırmağı özümə borc bilirəm. Əvvəllər palma yağı istehsal edilən məhsulların əksəriyyətinin üstündə tərkibində bitki yağı olduğu yazılırdı. Avropa Birliyi palma yağı olan qidaların etiketində bu barədə açıq yazılması haqqında qanun çıxarandan sonra isə bəzi şirkətlər öz məhsullarının etiketinə daha məsuliyyətli yanaşmağa başlayıb. Belə ki, hansı məhsulun üzərində palma yağı, palmatik asid, palmite, palm sözləri oxusanız, bilin ki, tərkibində palma yağı var. Daha çox insanın videonu görməsi üçün paylaşmağınızı sizdən xahiş edirəm. İzlədiyiniz üçün təşəkkürlər.